Salam, xoş gördük. Teleradio Akademiyasında mediada Azərbaycan dilinin təlimləri nəticəsində Azərbaycan dilinin media məkanında rolunu müzakirə edəcəyik. Qonağımız Teleradio Akademiyasının Fokus qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının müdiri dosent Aynur Nəsrovadır. Aynur xanım, xoş gördük. Salam, xoş gördük. Aynur xanım, tamaşaçılar üçün mediada Azərbaycan ədəbi dil normalarının qorunması və jurnalistlərin bu normalara əməl etməsi ilə bağlı fikirlərinizi bölüşməyinizi xahiş edirik. Ümumiyyətlə, Azərbaycan dilinin ədəbi normalarının qorunması hər birimiz üçün mühümdür. Xüsusilə də jurnalistlər üçün. Çünki biz jurnalistlər media olaraq ötürdüyümüz bütün məlumatlar, bütün informasiyalar, danışdığımız bütün sözlər cəmiyyət arasında qəbul olunur və cəmiyyət arasında biz fikir yaradırıq ki, bu sözləri əgər televiziya deyibsə, televiziyadan jurnalist bizə belə səslənibsə, aparıcı belə səslənibsə, deməli biz bu sözləri istifadə edə bilərik. Amma elə deyil. Çox təəssüflər olsun ki, bu dəqiqə bizim həm efir məkanımızda, həm də yazılı mediamızda Azərbaycan dilinin ədəbi normaları, orfoepiya qayda qanunları ciddi şəkildə pozulur. Bununla bağlı Prezident İlham Əliyevin sonuncu müraciətindən sonra biz jurnalistlərin üzərinə daha böyük məsuliyyət düşüb. Artıq biz əvvəllər də bununla mübarizə aparırdıqsa, artıq bundan sonra daha çox məsuliyyətli olmaq borcumuzdur və bununla yanaşı bugün Teleradio Akademiyasında təşkil olunan təlimlər də bir daha sübut elədi ki, media fəal işə keçib. Yəni biz ancaq söz deməklə kifayətlənmirik. Bütün media kapitanları, nəinki Teleradio Akademiyası, Azərbaycanda media ilə əlaqəli olan bütün qurumlar, hətta Elmlər Akademiyası belə, Dilçilik İnstitutu belə Azərbaycan dilinin ədəbi normalarının qorunması ilə bağlı ciddi işlər görür və inanırıq ki, bu işlər öz nəticəsini verəcək və görülən işlər sözdə qalmayacaq. Aynur xanım, Teleradio Akademiyasının Fokus qrupu və Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika İnformasiya Siyasəti kafedrasının işləriniz media və jurnalistikada təlimlə necə təsir göstərir? Əslində, mediada daxili monitorinqlər mən toxunmaq istəyirəm ki, mən həm də ARB24 televiziyasında daxili monitorinqləri aparıram. Artıq 5 ildir ki, biz bu işlə məşğuluq. Yəni, şirkət daxilində, televiziya daxilində biz müəyyən verilişləri, müəyyən saatların xəbərlərini və yaxud digər bizə lazım olan məqamları monitorinq eləyirik və bu monitorinqlərin nəticələrinə uyğun olaraq biz real işlər ortaya qoyuruq və yəni bu təkcə monitorinqdən kifayətlənmir. Biz həm də səhvlərimizi tuturuq, həmin səhvləri düzəldirik və çalışırıq ki, növbəti dəfə bu səhvlər olmasın. Nəinki çalışırıq, növbəti dəfə də bu monitorinqi eləyirik və bütün problemlərin aradan qaldırılmasını izləyənə qədər biz bu monitorinqləri davam elətdiririk. Yəni bizim bu işimizin təhsillə bağlı işlərimizə heç bir mane törətmir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində də biz eyni işləri görürük. Tələbələrə dilimizlə bağlı, Azərbaycan dilinin qayda qanunlarla bağlı dərslərimiz var, nitq mədəniyyəti dərsimiz var. Həmin dərslərdə də biz bunu çalışırıq ki, tələbələrə ötürək. Ondan başqa televiziya jurnalistikası dərsi var, radio jurnalistikası dərsi var, qəzet jurnalistikası dərsi var. Bütün bu dərslərdə biz çalışırıq ki, həmin bu problemləri tələbələrə göstərək və onların da bu səhvləri etməməsi üçün onlara real təcrübə ilə dərsləri keçməyə üstünlük veririk. Yəni, demək istəyirəm ki, biri digərinə mane olmur, əksinə kömək eləyir. Çünki monitorinqin nəticələrində olan səhvləri biz daha real şəkildə tələbələrlə bölüşürük və deyirik ki, məsələn, bu dəqiqə mediada belə bir səhvlər var, amma siz çalışın ki, bu səhvləri eləməyin, bu səhvlərin qarşısını alın. Yəni, bu tip işlər bizə daha çox kömək olur. Məsələn, mən əminliklə deyə bilərəm ki, bəzi sözlər var ki, monitorinqlərin nəticəsi olaraq biz o sözləri dildən tamamilə çıxartmağa nail olmuşuq. Məsələn, seçkilər sözünü nümunə gətirmək istəyirəm. Seçkilər sözünü artıq bizdə seçkilər kimi, ARB24 televiziyasında seçkilər kimi səslənmir. Seçki kimi səslənir. Çünki bu rus dilindən gəlmə sözdür. Rus dilində elə sözlər var ki, onlar cəm halında
rus dilində deyilir, amma Azərbaycan dilində tərcümə olunanda o sözlər Azərbaycan dilində cəm halı şəkilçisi itməlidir. Nojnitsi qayçılar demirik ki, qayçı deyirik. Eləcə də seçkilərdə də bizlər cəm şəkilçisini çıxarmalıyıq və seçki deməliyik. Biz çalışırıq ki, bu Teleradio Akademiyasında keçirilən təlimlər nəticəsində bu sözləri nəinki bir televiziyanın efirindən, bütün televiziya məkanından, bütün media məkanından yığışdırmağa nail olaq və ümid eləyirəm, inanıram ki, bugün bizi ilə təlimlərə başlayan professional redaktorlar da, müxbirlər də, aparıcılarla birlikdə işbirliyimiz nəticəsində biz dilimizin qorunmasına nail olacağıq. Aynur xanım, bugünkü mövzumuz Azərbaycan ədəbi dilinin media məkanında rolu olduğuna görə soruşmaq istəyirəm. Jurnalistika təcrübəsi və təlim perspektivindən media dilimiz hansı səviyyədədir? Media dilimiz bu dəqiqə orta səviyyədən də aşağıdır deyə bilərəm. Niyə görə orta səviyyədən də aşağıdır? Bir var jurnalist televiziyası, bir də var qeyri-jurnalist televiziyası. Jurnalist televiziyasında bu orta səviyyədən yuxarı ola bilər. Yəni, informasiya tipli verilişlərdə, xəbər tipli verilişlərdə, analitik verilişlərdə dilimiz o qədər də korlanmır. Yəni, bəzi nüanslar var ki, həmin nüansların da qarşısı alınır. Amma qeyri-jurnalist televiziyalarında, yəni talk-show tipli verilişlərdə, efir məkanımızda olan talk-show tipli verilişlərdə təəssüflər olsun ki, Azərbaycan dilinin normaları çox kobud şəkildə pozulur. Yəni, biz heç cür bunun qarşısını ala bilmirik. Çünki talk-show formatında olduğu üçün, danışıq formatında olduğu üçün mətnlər əvvəlcədən yazılmayan mətnlərdir. Bunu da biz anlayırıq ki, redaktorun qarşısında həmin mətnlər yoxdur. Bədahədən gələn sözlər işlədilir. Aparıcılar və yaxud qonaqlar bədahədən gələn sözləri işlədirlər. Və bu da Azərbaycan dilinin normalarına zidd sözlər yayılır. Bayaq da dediyim kimi, sözümüzün əvvəlində də dediyim kimi, televiziya elə bir məkandır ki, əgər bir söz televiziyada işlənilirsə, artıq xalq, tamaşaçı, izləyici, auditoriya deyir ki, bu söz televiziyada işlənib də, niyə deyirlər ki, bu söz səhvdir? Əgər televiziyada bu söz işlənirsə, deməli biz bu sözdən istifadə edə bilərik. Bir də Azərbaycan dilinin keyfiyyətinin aşağı düşməsi daha çox yeni media ilə bağlıdır, sosial media ilə bağlıdır, təəssüflər olsun ki. Ona görə burada problem çox böyükdür. Təəssüflər olsun ki, yenə deyirəm, biz bu problemin qarşısını ala bilmirik. Amma yəqin ki, təbliğatlar təkcə mediada yox, həm universitetlər daxilində, həm Elmlər Akademiyası daxilində, həm digər formalarda keçirilən təbliğatlar Azərbaycan dili ilə bağlı öyrədici, məlumatlandırıcı verilişlər və digər məqamlar bu problemlərin qarşısını alacaq. Cənab Prezident İlham Əliyev 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarının müsahibəsində jurnalistlərin dilə münasibətinə diqqət çəkdi. Sizcə də jurnalistlərə böyük məsuliyyət qoyulmadı mı? Təbii ki, çox böyük məsuliyyət qoyuldu biz jurnalistlərin üzərində. Nəinki jurnalistlərin üzərində, həm də biz jurnalist yetişdirən universitetlərin, qurumların, akademiyaların üzərində böyük məsuliyyət qoyuldu. Cənab Prezidentin Elmlər Akademiyasının 80 illik yubileyi çıxışında da Azərbaycan dili ilə bağlı məqamlar var idi və artıq o məqamlar o çıxışdan sonra mediada bir tərpəniş hiss olundu. Media öz məsuliyyətini dərk elədi və öz fəaliyyətə başladı ki, necə eləsin ki, bu problemlər aradan qaldırılsın. Amma son müsahibəsindən sonra Cənab Prezidentin yerli mediaya, yerli televiziyalara müsahibəsindən sonra artıq bu bir qədər də aktuallaşdı və bir qədər də bizim üzərimizdə olan məsuliyyəti artırdı. Bu səbəbdən də elə bu ərəfədə həmin o müsahibədən sonra Teleradio Akademiyasının sırf media işçiləri ilə bağlı təşkil etdiyi təlim bu zərurətdən doğan bir təlimdir və yenə bayaqki sözümün üzərinə gəlirəm. İnanıram ki, mütəxəssislərlə, ekspertlərlə, dilçi alimlərimizlə, ustadlarımızla birlikdə biz bu məsuliyyəti yəni yetərincə üzərimizə götürmüşük və nəticələri də müsbət olacaq. Aynur xanım, mediada işləyən gənc jurnalistlər üçün dilin səlisliyi və düzgünlüyü nə qədər prioritetdir? Təbii ki, çox mühümdür. Dilin səlisliyi və düzgünlüyü çox mühümdür. Biz güzgüyük.
əgər biz düzgün, səlis danışmasaq, onda Azərbaycan dili necə düzgün və səlis ola bilər? Yazılan kitablardan, göstərilən verilişlərdən, dinlənilən verilişlərdən, qəzet səhifələrindən dilimiz səlis olmalıdır ki, bizim auditoriyamızda, bizim tamaşaçımız da, dinləyicimiz də, oxucumuz da daha savadlı olsun. Məsələn, biz jurnalistika fakültəsinin tələbələrinə birinci kursdan gələndə təhsilə başlayandan deyirik ki, bədii ədəbiyyat oxuyun. Özdə klassiklərimizi oxuyun. Niyə deyirik ki, klassiklərimizi oxuyun? Çünki jurnalistin söz bazası olmalıdır. Bu problemlər hardan yaranır? Söz bazamızın olmamasından yaranır. Yəni, gənclər bu dəqiqə sosial şəbəkələrdə öyrəşiblər ki, ox yazılsın və yaxud t-ş-k yazırlar və yaxud səsə vur 2 ilə qulaq asırlar, 1.5 ilə qulaq asırlar. Bu nəyə gətirib çıxarır? Bu söz bazasının olmamasına gətirib çıxarır. Artıq insanlar bir-biri ilə danışmırlar və sözlərə də ehtiyacları olmur. Çoxlu ədəbiyyat oxunsa, klassik ədəbiyyatlar oxunsa, məsələn, biz tələbələrdən soruşuruq ki, nə oxuyursunuz? Sonuncu oxuduğunuz nədir? Türk dilində kriminal əsərlərin adlarını çəkirlər. Biz deyirik ki, yox, türk dilində yox, gedin Azərbaycan klassiklərini oxuyun, köhnə sözlərimizi gətirin. Niyə görə biz xarici sözlərə müraciət edirik? Həmin o xarici sözlərin Azərbaycan dilində qarşılığı ola-ola. Dədə Qorquddan o qədər gözəl sözlər itib batır ki, yəni bu sözləri niyə gətirmirik ki biz? O sözləri gətirməliyik yenidən Azərbaycan dilinə. Əslində o sözlər olub. Amma Avropaya inteqrasiya olunca həmin sözləri biz yavaş-yavaş unutmağa başlamışıq və bu bəzi halda bilərəkdən olub, yəni özünü daha Avropa sayağı göstərmək istəyindən irəli gəlib, bəzi hallarda isə bilməyərəkdən olub. Yəqin ki, bir nəticə verəcək, yəni bu bir növ həyəcan təbili çalındı ölkə üzrə ki, Azərbaycan dilinin vəziyyəti bu yerdədir. Biz Azərbaycan dilinin daha səlis danışan jurnalistlərimiz də olacaq, daha səlis danışan, daha səlis düşünən siyasətçilərimiz də olacaq və digər işlər üzrə. Məsələn, bizdə jurnalistika fakültəsində elə tələbələr var ki, deyirlər ki, mən axı jurnalist olmayacağam, mənə danışmaq lazım deyil, mən jurnalist olmayacağam. Mən sual verirəm ki, yaxşı, jurnalist olmayacaqsan, harada işləyəcəksən? Deyir ki, biri deyir siyasətçi olacağam, biri deyir ki, hər hansı bir qurumun mətbuat xidmətində olacağam. Deyirəm, o daha pis. Sənə zəng eləyəcək jurnalist, sənə sual verəcək. O sualın cavabını sən səlis verməsən əgər, jurnalist səni başa düşməsə, anlamasa, ikinci dəfə sənə müraciət eləməyəcək. Çünki televiziyada, radioda səlis nitq təkcə jurnalistə lazım deyil, həm də onun müsahibinə lazımdır. Biz kimləri müsahib olaraq seçirik? Yaxşı nitqi olanları müsahib olaraq seçirik. Nə qədər savadlı olsa da, nə qədər dünya görüşü çox olsa da bir eksperti efirə dəvət eləyirik. Amma həmin ekspertin nitqində olan qüsurlara görə məcburi şəkildə artıq həmin o ekspertlə xudahafizləşməli oluruq. Çünki bizə nitq lazımdır. Birinci nitqlə qəbul eləyir tamaşaçı, nitqin gözəlliyi ilə qəbul eləyir tamaşaçı. Birinci necə danışır? Danışdığı səlisdirmi, aydındırmı ona? Yəni, problemlər çoxdur, həddən artıq çoxdur. İnşallah ki, ötəsindən gələ biləcəyik. İnşallah. Nəzərə alsaq ki, Fokus qrupu yeni yaradılıb və ilkin mərhələdə medianın dili ilə bağlı hansı məsələlər müəyyən etmişsiniz və qarşıdakı dövr üçün bu problemlərin aradan qaldırılması üçün hansı addımlar atılması nəzərdə tutulur? Əslində, Fokus qrupu Teleradio Akademiyasının daxilində mən biraz əvvəl də qeyd elədim, yeni yaranıb və biz bunu nəzərdə tutmuşuq ki, təlimə cəlb olunan jurnalistlərin efirlərini və yaxud redaktəsindən çıxan materialların monitorinqini aparaq. Bu iş çoxdan gedir, bu iş əvvəlcədən var, yəni bu işin strukturu var. Biz bilirik ki, televiziya efirlərində və yaxud yazılı mediada və yaxud onlayn mediada nə problemlərimiz var? Əslində biz bunları bilirik. Hansı problemlərimiz var? İndi biz bu problemləri aradan qaldırmağa çalışırıq və ona görə də buradayıq və bu təlimə cəlb olunan jurnalistlərlə birlikdəyik. Biz təlimlərin sonunda həmin o media qurumlarının, təlimə cəlb olunan media qurumlarının əvvəlki yazılarını, məsələn, indiki yazılarını götürəcəyik və təlimə gəldikdən sonra o prosesdə olan yazılarını götürəcəyik və monitorinq eləyəcəyik ki, görək bizim təlimlərin bir xeyri varmı?
Yəni burada deyilən hansısa sözlər, ustadların, dilçi alimlərin və yaxud media mütəxəssislərinin dedikləri sözlər, nöqsanlar, qüsurlar aradan qaldırılıbmı, yoxsa aradan qaldırılmayıbmı? Yəni biz ciddi düşünürük ki, hətta bununla bağlı da bir yenidən media nümayəndələri ilə görüş keçirək, çalışacağıq ki, sözdə qalmasın. Deyilən iradlar, istəyir dilçi alimlərin dedikləri iradlar, istəyir ustadlarımızın dediyi iradlar, mütəxəssislərimizin dediyi iradlar aradan qaldırılsın. Biz bunun üçün çalışırıq. Çox sağ olun Aynur xanım. Ümid edirəm söhbətimiz həm jurnalistlər, həm də dil sevənlər üçün faydalı olacaq. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Sizin Teleradio Akademiyasının irəli sürdüyü bu təşəbbüs, başladığı bu iş, ölkə mediası, Azərbaycan dili və ümumiyyətlə ölkəmiz üçün faydalı bir işdir və buna görə sizi təbrik eləmək istəyirəm, uğurlar arzu edirəm. Təşəkkür edirəm Aynur xanım. Belə, əziz tamaşaçılar, növbəti buraxılışlarda görüşənədək.